Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq edilən güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı haqda rəsmi açıqlama verilməyi. Konkret az məlumat verir ki, güzəşt 2019-cu ildən tətbiq olunur. Güzəştlərə əsasən yalnız hazırda özəl sektorda 8.000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq. İqtisadçı ekspert Xalid Kərimli Modern Azı açıqlamasında əlavə edib ki, 2019-cu ilin yanvar ayından tətbiq olunan bu güzəştin əsas məqsədi cəmiyyətdə işə götürənlərin və işçilərin əmək haqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi. Güzəşt yalnız özəl sektor, qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular. Bu güzəştin müddəti 7 il müəyyən olunmudur. Hazırki proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır. Məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq. Amma güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək. Pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək. 2-5% icbari tibbi sığorta və 0,5% işsizlik sığortası saxlanılacaq. Pensiya fonduna ödənilən 10%lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər.